Size daha əvvəl demişdim də, əlim şordur. Elə bir zarafat eləyirəm. Allahım, hər şey dağıtdım. Ay, belə. Bunları yığım, sonra vloga başlayaq. Təmizlədim. Bir-iki dənə qalıb. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Məni soruşacaq olsanız, o yazdığınız rəylərdən sonra həqiqətən özümü çox yaxşı hiss edirəm. Elə gözəl enerji aldım ki, hətta dedim ki, yüngül işlərdən də necə görürəmsə, onları çəkəcəm, təki vlog olsun. Ona görə də dünən sizə vlog çəkdim. Bu sadəcə bu kadr bugünün kadrıdır. O qədər gülmüşəm ki, gizlincə qoymuşam ki, Hüseynin yer düzəltmə prosesi necədirsə ona baxım. Çox canfəşanlıqla yer düzəldir, amma ki bu mənim üçün sevindirici bir haldır ki, necə düzəldirsə düzəltsin, amma öz məsuliyyətlərini özü boynuna götürsün. Hüseyin yerin yığıb, bir dənə bu corabları falan qalıb, onları içməyə yığışdırdım. Gəlmişəm ki, kofe ilə görüm içməyə. Hüseynin tutqusu vardı, xoşlanmırdı. Götürüm bunları içim. Süt bişirəcəm. Ancaq əvvəl birinci Hüseyin üçün pomidor yumurta pişirməliyəm. Pomidorumuz bitib. Ona görə bu pomidorlara müraciət edəcəm. Bir-iki dənə də badam yeyeyim, daha sonra başlayayım işlərə. Səhər yerimdən oyananda əvvəllər əslində bu alışqanlığım var idi. Sonra zamanla necə oldusa bu alışqanlığım getdi, amma indi yenidən başlamışam. Yerimdən ki oyandım, biraz keçəndən sonra saçımı başıma fikir verirəm. Üzümə gözümə yüngül də olsa nəsə makyaj eləyirəm. Əvvəllər fikirləşirdim ki, lap əvvəllər fikirləşirdim ki, makyaj üzə zərərlidir. Makyaj vurmayım, belə üzüm qocalmasın filan. Daha sonra fikirləşdim ki, bu üzü hara saxlayıram ki, yəni bugünkü günümdə mən əgər üzümə yüngül, indi ağır getmir söhbət, yüngül bir makyaj eləmirəmsə, evdə özümü gözəl hiss eləmirəmsə, yaşlaşanda üzüm qəşəng olsun deyə, yəni o da bilinmir ki, yəni o gözəl olacaq ya olmayacaq, ondan ötürü eləməyim, bu düzgün deyil. Ona görə də səhər yerimdən oyananda yüngül özümə belə fikir verirəm, ətir vururam, yüngül üzümü nəsə makyaj eləyirəm ki, çox yaxşı təsir edir bu mənə. Əvvəllər əslində eləyirdim dediyim kimi və yaxud yoldaşım evə gəlməmişdən əvvəl bunu eləyirdim, çünki istəmirəm ki, solğun və yaxud xəstə görünüm. Bir ara bunu tamamilə demək olar ki, tamamilə insan bir şey eləməyəndə necə unudur. Bu alışqanlığımı bir ara tamamilə unutdum və hansı ki Hüseyin gəlib mənə o sualı verənə qədər. Bu hansı ki az makyaj elədiyim vaxtların birində evdə nəsə həvəsim olub götürüb makyaj eləyirdim və Hüseyin gəldi, dedi ki, ana hara gedirik? Harasa gedirik yəqin ki, elə bil ki o beynində nəsə lampa yanarı. Elə bir anlıq dondum qaldım ki, gör mən nə qədər az makyaj eləmişəm ki son zamanlar evdə. Hüseyin artıq uşaq beynində bilir ki, biz makyaj eləyiriksə, ya mən makyaj eləyirəmsə, deməli biz harasa gedirik. Ondan sonra başladım əvvəlki kimi diqqət eləməyə. Çünki həqiqətən səhər oyandın ha. Bütün günü hansı ki bir solğun, ruhsuz, üstündə köhnə paltarlar, saçın başın dağınıq, o formada gəzəndə adam elə enerjisiz olur. Amma səhər ki yerindən oyandı, fərqi yoxdur, yoldaşın səni görsün, kimsə gəlsin və yaxud gəlməsin. Yüngül saçını belə toparladın və yaxud açdın, yığdın. Bu arada bu innablar da kiflənib artıq. Anamın ən sevdiyi şeydir innab. Yudum, təkrar qoydum. Anam almışdı gələndə, bir hissəsi də qalıb burada. Əslində neçə kilo almışdı özünü. Hə, fikir verirsən ki, hardasa bir 10 dəqiqəvi almır da yüngül nəsə bir yüngül makyaj, saçın toplu, baxırsan üstündən ətri gəlsin, daha sonra durursan işlərini falan görürsən o cür. Bu öz hörmətdir də, adamın özünə hörməti artır. Adam özünü yaxşı hiss eləyəndə, adam özünə hörmət qoyanda kənardakılar da o formada hörmət qoyur. Amma yuxudan durdun, saçın başın dağılır. Əvvəllər olurdu, konfeti falan gizlədirdi, düzdür. Kasıbçılıqdan olan şeylər idi. Analarımız konfetləri gizlədirdi ki, qonaq gələndə yeyək, yəni versin, qonaq yesin. Çünki hər zaman olmurdu, qoz fındığı falan da gizlədirdi. Biz də deyir, anam deyirdi o vaxt ki, İraq canımızdan it kimi iyi bilirsiniz. Həqiqətən də elə idi. Axtarırdıq, tapırdıq konfetləri yeyirdik və yaxud qablar olurdu, qəşəng qablar. O qablar ancaq qonaq gələndə, nə vaxt ki qonaq gəldi, onda süfrəyə verilirdi. Bu əslində düzgün deyil. Çünki düzdür, qonağa hər şeyin yaxşısını vermək lazımdır. Amma ilk öncə özümüzə dəyər verməliyik, övladımıza
dostlarımıza, ailəmizə. Belə baxanda dərinliyinə gedəndə elə hamımız qonaq. Güya kim qonaq deyil ki həyatda. Biz də hamımız bir qonağıq. Ona görə evdə nə varsa yaxşısı, onun hamısını özümüz istifadə eləməliyik. Düzdür, zapasa konfet qoymaq yaxşı şeydir. İndi kimsə adamın qapısını döyəndə konfet olsun, o yaxşı bir şeydir. Demirəm ona eləmək, amma hər bir şeyin yaxşısını insan gərək özü üçün eləyə. Bu zaman özünə insanın hörməti də olur, özünü də yaxşı hiss edir. Qonaq gələndə ancaq təzə paltar yox, evdə də qəşəng təzə paltarlar həm övladına, həm özünə. Bu zaman ailədə də hörmət olur. Yəni ailə də görür ki, baxımlısan, qəşəng görünürsən, özünə hörmət eləyirsən, dərdli kimi, qəmli kimi görünmürsən. Çünki qadın evin özəyidir də, yəni ürəyidir qadın evin. Qadın baxımsız, qadın halsız, qadın xəstə kimi görünəndə evdə eləcə də abu hava olur. Keçən dəfə biz xalam qızı ilə danışırdıq. Xalam qızını dedi ki, yəni saçını çox fenləməyəydi. Yəni saçın fenləmirəm ki, yanmasın. Deyirəm ki, mən də deyirəm ki, xalam qızına deyirəm ki, indi fenləmədin, hə, yanmasın. Nə vaxt bir də fenləyəcəksən? Başa düşürəm, zərərlidir, istəmir ki, saç qıran falan düşsün, amma belə dərinliyinə gedəndə o uşaq böyüyəcək. İndi məsələn onun 12 yaşı, 13 yaşı, 14 yaşı tutalım saçı ilə falan oynayan yaşlarıdır. Həmin vaxtda deyirik ki, saçın yanmasın, fenləmə. Yanacaq ucundan kəsdirəcək, gedəcək də. Yəni ən yaxşı vaxtlarında yanmasın, mən nə vaxt fenləyəcək. O qədər gülmüşük ki, xalam qızı deyir, elə dedin ki, gedib fenləməyim gəldi. Uşaqlığım yadıma gəlir, hansı ki mənim avtobusda bir dənə uzunqol koftam var idi. O vaxtda kasıblıq dövrü idi. Anam onu yaxşı qalsın deyə, bir yerə çıxanda geyinim deyə yadıma gəlir ki, saxlayırdı. Mənim də ən sevdiyim koftam oydu. Yerim bu haldadır. Bilinir ki, nə vaxt əl dəyməyib. Ona görə buranı da səlqəyə salacağam indi. Mən o koftanı bir dəfə də olsa geyinməmişdim, təptəzə qalmışdı. Deyəsən xalam almışdım Minskidən onu. Ya bilmirəm, necəsə axır ki qəşəng koftaydı. Anam onu geyindirəndə o qədər üzülmüşdü ki, mənə bildirmədi, amma mənim onun üzündəki üzüntüsü hələ də ağlımdadır bu yaşıma qədər, balaca olsam da. Koftanı geyinəndə qolları dirsəyimdən idi. O dərəcədə balacalaşmışdı və mən onu heç bir zaman geyinə bilmədim. Yoldaşımın yeri də belədir, əslində Hüseyin yeri də belədir. Bütün yerlər bu formadadır. Buranı da səlqəyə salım. Evimiz də əslində belədir, belə yanaşmalıyıq. Təkcə qonaq üçün yox, özümüz üçün də evimizə belə yanaşmalıyıq məncə. Əvvəllər məndə bilirsən, hər şey qarışıq idi. Evdə səs, içimdə səs, beynimdə səs. Nə eləsəm də rahat olmurdum. Elə bil ki, daim bir şeylər çatmırdı. Sonra bir gün öz-özümə dedim ki, yəni mən bu evi xoşbəxt eləmək istəyirəmsə əgər, onda mən əvvəlcə özümü sakitləşdirməliyəm. Əvvəlcə özümü xoşbəxt eləməliyəm ki, yəni daha sonra bu evi də xoşbəxt eləyə bilim. Həmin gündən başladım əslində yavaş-yavaş dəyişməyə. Deməli səslənsə də əvvəlcə evin havasını dəyişdirdim. Əslində mən əvvəllər pəncərə açmaqla çox da aram yox idi. Səhər oyanan kimi, yəni pəncərələri falan açmırdım. Əvvəllər yəni belə bir alışqanlığım yox idi, amma bilirdim ki, evin havası dəyişilməlidir. Gün ərzində yadıma düşərsə eləyərdim. Amma indi evin enerjisi qadının halına çox bağlıdır. Səhər tezdən pəncərəni ilk dəfə açıram. Yəni oyanan kimi açıram. Gün işığı da girir içəri. Elə bir ki, həmin vaxt insanın həqiqətən enerjisi dəyişir. Biraz özümə baxıram, biraz ətir vururam. Ağırdarsan, bu tutma, harı qoyam. Elə. Kameraya çəkdirsən. Gətir balam. Elə sən çəkdimsən videolar. Amma bilmirdim ki, mən səndən çəksən. Gün ərzində sakit kitab əgər varsa qoyuram, onu dinləyirəm və yaxud özümü inkişaf elətdirəcək nəysə və başlayıram işlərimi görməyə. Əvvəllər ki, lağ eləyirdim ki, bütün insanlara ki, bütün gün iş görürsüz filan. İndi evin səlqəsi mənə elə bil ki, terapiya kimi təsir eləyir. Hər dəfə yığışdıranda elə bil ki, içimdə də, beynimdə də nələrisə yığışdırıram. Elə bir təsir buraxır mənə. Bu da zamanla olub. Yəni evimi sevərək, evimdəki işi sevərək, şükür eləyərək, şükür ki, ailəm var, şükür ki, evim var. Bunu deyərək həqiqətən də ki, o evdə nə işlər var, onlar adama dərd kimi, zülüm kimi gəlmir. Bir terapiya kimi gəlir. Ən əsası düşünürəm ki, özümü dinləməyi öyrəndim. Bu ona görə belə oldu. Yəni çox vaxt qadın elə olur ki, hər kəsə qulaq asırıq hamıya, amma özümüzə eşitmirik. Mən başladım hansı ki səhərlər ki tez oyanıram, 5-10 dəqiqə tək qalım heç olmayanda. Bəzən sadəcə kofe içirdim və düşünürdüm ki, bu gün mənim üçün nə vacibdir. Belə-belə adam öz ritmini tapır. Ailə içində sakitlik üçünsə düşünürəm ki, vacib olan sakit danışmaqdır. Bunu biraz hamımız gec öyrənirik əslində. Əvvəllər məsələn bir şey hisslənmək, qışqırmaq və ya bir şey böyütmək. Amma indi hər şeyə əsəbləşəndə
biraz susmaq, yəni biraz sakit dayanıb nəfəs almaq lazımdır. 5 dəqiqədən sonra ya keçir o, ya da ki sakit dildə azından danışa bilirsən. Amma həmin vaxtı, yəni bir şeyi böyütmək, qışqırmaq həqiqətən də ailə üçün yaxşı deyil. Yəni həmin vaxtı tərəflərdən biri əslində susmalıdır ki, hər şey, çünki əsəbi olanda insanın ağzından çox söz çıxa bilər, insanı geri dönüşü olmayan yerlərə apara bilər. Ona görə bəzən susmaq lazımdır. Hər iki tərəf üçün də aiddir. Yəni düzdür, deyə bilərsiniz ki, mən ancaq susmalı deyiləm, qarşı tərəf də susmalıdır. Mən razıyam. Ona görə də ailə haqqında hamıya məsləhət vermək olmur. Çünki bu iki tərəfli olan bir şeydir. İnciklik hamının evində olur. Mümkün deyil olmasın, amma söz-söhbətdən mən çox qaçınıram. Evdə xoşum gəlmir söz-söhbət olsun. Çünki biz unudacağıq yarım saat sonra. Amma övladlarımız, uşaqlarımız eşitdiyi sözləri, gördüyü mənzərəni unutmurlar. Ona görə də mən qəti şəkildə narazıyam ki, evdə söz-söhbət olsun. Narı yeyəndə, bir dəqiqə Hüseyn, narı yeyəndə hansı ki nar turş çıxır, onu belə yığıram bura ki, sok çəkib içərlər. Turşları yeyə bilmirəm. Doğruları doğradım, duzluyum, istiyotluyum, qızardım. Bir də bəzilərimizin unutduğu bir şey var. Düşünürəm ki, təşəkkür eləmək. Təşəkkür eləmək, adi bir sağ ol demək möcüzə kimi təsir edir. İnsanlar elədir ki, məsələn, yoldaşları bir şey eləyəndə deyir ki, onsuz da evimdəki də, yəni almalıdır. Vacib deyil. Burada mən toyuqları atıram. Hüseyin isə istəyir ki, kartoşka soysun. Kartoşka vermişəm, onu öyrənir. Amma elə deyil, yoldaş bir şey alanda və yaxud əslində qadın da bir şey pişirəndə yoldaş da onu deməlidir. Yəni kişiyə də təşəkkür eləmək, çox sağ ol demək evin bütün havasını dəyişir. Həm uşağın tərbiyəsində də çox önəmlidir. Uşaq da baxır ki, ana ataya necə hörmət qoyursa, uşaq da ataya o dərəcədə hörmət qoyur və yaxud əksinə də ata anaya necə hörmət qoyursa, uşaq da o cür. Yuxarıdan aşağı olanda var, dəqiqə. Bu formada. Belə sən yuxarıdan aşağı. Səndə nəsə bu dik tut bax. Bu belə dik tut belə. Belə. Oxuyan uşaq oldum belə də qulağın arxasında tut qazaq gəlir. Bunu soya bildim. 3 dəfə üçün yaxşıdır. Əmsə yaxşıdır, hər yer fırladım. Biraz Arifin da elə də yox da. Kartof soymuşuq gördüyünüz kimi. Bir də yox ki də. Bir də özümdə də müşahidə elədiyim bir şey, məncə bu çox önəmli bir şeydir. Məsəl üçün bayramlar olanda biz əlimizə telefonu götürürük, qohumlar filan, onları təbrik eləməyə başlayırıq. Bəzən öz evimizdəki uşaq, öz evimizdəki yoldaşımızı təbrik eləmirik və sadəcə şərtdir deyə, boynumuzda elə bir ki, yükdür deyə, elə bir şey kimi bütün tanışlara yazırıq və öz evimizdəki qalır. Bu düzgün deyil. Əslində birinci öz evimizdəkini təbrik eləməliyik və yaxud bu kiçik bir şeydir, amma o qədər təsirlidir ki, mən buna fikir vermişəm. Məsələn, yoldaş başı ağrıyır. Sənə deyib ki, başım ağrıyır və yaxud mədəm ağrıyır və yaxud nəyimsə ağrıyır. Və sən düşünürsən ki, elə belə bir şeydir. Zaten baş ağrıdır. Yəni keçmiş olar da yəqin ki, işə gedib. Elə deyib sənə gedib işə. Həmin vaxtı soruşmursan. Fikirləşsən ki, gələndə görərəm. Yəni yəqin ki, keçib ki, səsi çıxmır. Amma bu o qədər önəmli bir şeydir ki, zəng eləyib sadəcə bir dəfə soruşmaq ki, başın ağrısı keçdi, keçmədi. Və yaxud evdədirsə soruşmaq ki, dərman verim, verməyim, təzyiqi ölçüm, ölçməyim. Xırda bir şeylərdən gedir söhbət. Bu xırda bir şeylər diqqəti göstərir deyə o qədər təsir eləyir ki, ümumiyyətcə bütün insanlarla münasibətimiz belədir. İlk növbədə biz dinləməyi unutmuşuq. Bu da həyatımıza çox böyük təsir edir. Qarşımızdakı insanı ən əvvəl dinləmək lazımdır sona qədər və dinlədikdən sonra qarşımızdakına hörmətdir bu. Yəni soruşmaq lazımdır. Onun danışdığı şeylərdən soruşmaq lazımdır ki, bu necə oldu, bu necə oldu? Deyirdin ki, bu iş var, bu həll olunmalıdır. Həll oldu, olmadı. Bunu həm yoldaşımıza qarşı, həm digər sevdiklərimizə qarşı eləməliyik. Çünki etinasızlıq həqiqətən də soyuqluq yaradır. Amma diqqət elə bir şeydir ki, diqqət göstərəndə adam da qarşı tərəfə eyni şeyi verməyə çalışır. Yəni münasibətlərə çox gözəl təsir elədiyini düşünürəm. Yox. 3 dəfəyə görə. Neçədir amma olsun qəşəng. Amma 2 dəfə. Bu arada asan da olsun deyə artıq bugün çox ayaq üstündə qalmışdım deyə dedim ki, toyuq qızardım. Həm rahat, asan, həm də Hüseyin də dedi ki, ana mən də istəyirəm. Elə o söz mənə lazım idi. Kartoşka ilə toyuq dedim qızardım. Sadəcə sizin uşaqlar da belədir bilmirəm ya yox, doğramağa filan Hüseyin çox maraqlıdır, nəsə bişirsin. Həm də dedim ki, onunla da vaxt keçirmiş olum. Çünki uzananda eləyəndə də Hüseyinlə vaxt keçirdə bilmirəm. Qalanlar da iş görəndə də vaxt keçirmək olmur. Zaman da çox sürətli keçir və mən baxıram ki, Hüseyin sürətli şəkildə böyüyüb. Ona görə də onu ən azından biraz keçəndən sonra demək istəmirəm. Düşünüm ki, Hüseynlə vaxt keçirmədim. Zaman çox keçdi. Onun uşaqlığını doya-doya yaşamadım. Ona görə hər halda istəyirəm ki, mətbəxdə olsun, ya hardasa olsun, ona da zaman ayırım ki, bir yerdə bir şeylər eləyək. Bax bu pisdir.
Yox, o da qəşəngdir. Hərəsinin öz gözəlliyi var. Halaldır. Afərin sənə. Afərin evlad. Bəzən məsələn bu kartofları doğramağı kimi əvvəllər kontrol etməyə çalışardım. Artıq biraz dəyişmişəm. Hər şeyi idarə etməyə çalışmıram. Hər şeyin mükəmməl olmasına ehtiyac yoxdur. Qoy bəzən qablar yuyulmamış qalsın. Uşaq oyuncaqlarını qoy səpələsin. Uşaq qoy əyri doğrasın bir şeyləri. Uşaq bir şeyləri səhv eləsin. Məsələn yerini yaxşı düzəldə bilməsin, amma eləməyə çalışsın. O zaman yəni adamın içi rahat olur. Biraz kontrolu buraxanda həm özünü günahkar hiss eləmirsən. Başa düşürsən ki, yəni xoşbəxt həyat elə hər şey qaydasındadır demək deyil. Bu sadəcə yəni nə varsa onunla razıyam. Yəni bu zaman xoşbəxtlik olur. Nəyin varsa, nəyimiz varsa onunla razıyam. Qüsurlar da, yorğunluqla da, ya həyatın özü ilə də, artıqları ilə, əskikləri ilə hər şeyin üstündə nəzarət axtarmıram artıq. Hər şeyi düzəltmək yerinə daxilimdə sükunət yaratmağa çalışıram. Əgər evdə çünki qadın sakitdirsə, o evin divarları belə dincəlir. Ona görə indi hər dəfə nəsə məni narahat eləyəndə dərin nəfəs alıram və özümə deyirəm ki, hər bir şey keçəcək, hər şey öz vaxtında düzələcək. Nə zaman ki öz vaxtıdır, nə zaman ki məsləhətdir, o zaman hər bir şey düzələcək inşallah. Yenə də ürəklə söhbətə başladıq. Makyajdan hardan hara gəldi, heç bilmədim ki, söhbət hardan gəlib, hara getdi. O motivasiya verici rəyləriniz üçün, dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm. Həqiqətən hər biriniz mənim üçün çox dəyərlisiniz. Yenə də rəy yazmağı, abunə olmağı və videonu bəyənməyi unutmayın lütfən.